Hər vaxtınız xeyir dostlar. İndi mən sizə internet barəsində bir vacib məlumat demək istəyirəm. Əgər siz də 100 megabitlik tarifə qoşulmusunuz və speed testə girəndə həmin o 100 megabiti görmürsünüzsə, bunun bir səbəbi ola bilər. Siz əgər qoşulanda kampaniya ilə qoşulmusunuzsa və sizə router hədiyyə verilibsə orada ya da istifadəyə ayrılanda qaytarmalısınız. Çox vaxt o routerlar sadə routerlar olur və onlar 5G interneti dəstəkləmir. Sadə, yəni ötürücü tezliyi olur onda 2.5, 2.4 və bununla siz Wi-Fi ilə o sürəti ala bilməyəcəksiniz. Məndə sadə hal-hazırda router durub və mən indi speed testlə sizə sürəti göstərəcəm. Məndə sürət 50 megabitdir və təbii ki, speed test tam 50-ni heç vaxt sizə göstərməyəcək. Orada 1-2 megabit az göstərə bilər. Yoxlamağa başlayaq. Bax, görürsünüz LAN kabellə qoşulu deyiləm. Ayırmışam kabeli. Kabel də ora qoşulub. Wi-Fi ilə qoşuluyam. Gördüyünüz kimi. Yoxlayaq sürəti. Bu indi Wi-Fi ilə olan nəticədir. Gördüyünüz kimi 50 megabitdir məndə və 50-ni göstərir. Ola bilər hərdən 49-48 göstərə bilər. Bu normaldır, amma siz 50-ni alırsınız. Məndə indi 50 megabit göstərir. Amma məndə əslində 100 megabitdir sürət. 50 deyil. Sadəcə 100 megabiti sadə modemlə almaq olmur. İndi mən sizə göstərəcəm 100 megabiti dəqiq bilmək istəyirsinizsə sizdə 100-dür, yoxsa yox. İndi mən sizə onu göstərəcəm. Bu da nəticə. Məndə sürət deməli girişdə 52 göstərdi, çıxışda da ki 39 megabit. Məndə ikisi bərabərdir. Wi-Fi-da itkilər olduğu üçün tam sürəti heç vaxt sizə göstərməyəcək və eləcə də televizoru əgər daha stabil baxmaq istəyirsinizsə kanallara, IPTV-yə mütləq kabellə qoşulun. Çünki Wi-Fi ilə itkilər olur. Siz onu ilə normal işlədə bilməyəcəksiniz interneti. Dərs proqramlarına qoşulursunuzsa, uşaqlar çox vaxt dərs proqramına kompüterlə məsləhətlidir və LAN kabellə qoşulmaq məsləhətlidir. LAN-la bütün sürət gələcək sizin kompüterinizə və rahat tam sürəti ala biləcəksiniz, itkisiz, problemsiz işlədə biləcəksiniz. Gördüyünüz kimi bu oldu bizim Wi-Fi ilə olan sürətimiz. İndi biz LAN kabeli qoşuruq deməli kompüterə. Deməli məndə bu yeri buradadır. Bir əlinə rahat deyil qoşmaq. Qoşduq. Gördüyünüz kimi LAN-dan qoşulmuşam. Amma hələ də Wi-Fi ilə qoşulu göstərir. Çünki mən Wi-Fi söndürməmişəm. Mütləq Wi-Fi söndürmək lazımdır ki, kompüter görsün ki, alternativ qoşulma növü yoxdur. Qoşulsun LAN-la. Basırıq knopkaya. Knopka olacaq qırmızı rəngdə. Və gördüyünüz kimi dəyişildi, oldu LAN qoşulma. Təkrar yoxlayırıq sürəti. Təkrar. Basırıq buna. İndi baxarsınız sürəti necə çox göstərəcək. Gördüyünüz kimi mən 100 megabiti alıram. Çünki LAN-la qoşulmuşam. Görürsünüz necə yüksəkdir sürət. Mütləq həmişə də sürəti yoxlayarkən evdə kim nə kinoya baxır, TikTokda oturub, harda, nədə oturubsa hamısından çıxmaq lazımdır ki, speed test bütün sürəti sənə göstərsin. Yoxsa siz biri evdə girib TikToka, biri YouTube'da videoya baxır, siz həmin vaxt girsə speed testdə, o sizə səhv göstərəcək. Əvvəlcə bütün yükləmələri dayandırıb, sonra yoxlamaq lazımdır. Televizoru söndürmək lazımdır ki, televizorda da internet istifadə olunmasın. Yəni internetdə nə ki qoşulu cihaz varsa hamısını ayırmaq və bir dənə cihazdan sürəti yoxlamaq. Gördüyünüz kimi LAN kabellə qoşulandan sonra sürətim necə çoxaldı? 93, 93 bərabər oldu. Görürsünüz 100'dür məndə sürət. Yəni o tam 100'ü göstərməsə də, amma mən bilirəm ki, məndə 100'dür. 100'ə yaxın göstərdi. Görürsünüz 93.97 LAN kabellə qoşuldum. İndi təzədən götürürük, söndürürük LAN-ı, qoşuldu Wi-Fi ilə və təkrar sizin əmin olmağınız üçün LAN kabeli ayırıram. LAN kabeli ayırdım. Yenidən
yoxlama aparacaq və təzədən bizdə az göstərəcək sürəti. Gördünüz? Fərq necə dəyişdi? 90-dan düşdü 52-yə. Çarə ancaq odur ki, siz daha üstün tezlikli Wi-Fi router alasınız. 5G dəstəkləyən routerlar. Yəni sadə routerlar hansı ki sizə istifadəyə verirlər, ancaq aylığı ödəyirsiniz və ancaq sizə istifadə üçün verilirsə o router, onda siz 100 megabiti ala bilməyəcəksiniz Wi-Fi ilə, LAN-la ancaq ala biləcəksiniz. Ona görə də yüksək sürət istəyirsinizsə, bahalı routerlar almaq lazımdır. Yüksək tezlikli routerlar sizə lazımdır. Bax, gördüyünüz kimi LAN kabel yəni göstərirəm, ayrılıb, qoşulma Wi-Fi ilədir. Speed testdə olan nəticəmiz 52 giriş, 41 də çıxış. Bu qədər. Sağ olun.